Bax, nədən biz bunu ərzaq sahəsində edə bilmirik? Bu qədər potensialımız var ki. Bax, paralel, həmən bir digər paralel bir nümunə gətirirəm də. Bax, biz bunu ərzaq sahəsində də etsək nə gözəl olardı. Bugün ərzağın 76%-ni biz idxal edirik. Bu bir aqrar sənaye ölkəsi üçün bir dəfə də bu fikirlər demişəm, yeni il qabağı biləcək. Sadəcə olaraq ayıbdır. Yəni, başqa söz tapa bilmirəm ifadə eləmək. Yəni, biz 11 iqlim qurşağının 9-u ərazimizə düşür. Bu ərazidə bitməyən, yetişməyən, qarpuzdan fermoya qədər əmələ gəlməyən heç bir şey yoxdur, gerçəkdən. Bunun həm kənd təsərrüfatı məhsullarının növbə-növ, həm demək, taxılının, dənli bitkilərin, kənd demək, heyvandarlığa aid məhsulların hamısını biz nədən bizim heyvan başı 10 il ərzində təxminən 2 milyona yaxın xırdabuynuzlu malqara azalıbdır. 300 mindən yuxarı demək, iri buynuzlu malqaranın sayı niyə azalmalı idi? Əksinə bu artmalı idi. Bu qədər artmalı idi. Bundan çox artmalı idi ki, biz bugün nə bilim Monqolistandan, Hindistandan, nə bilim, haradan da Somalidən, nə bilim, haradan hansısa bir Afrika ölkəsindən ət idxal etməyək. O bir nümunəni mən gətirdim inşaat materiallarının istehsalı sahəsində və təbii ki, bax, ona uyğun digər sahələrində inkişafını təmin etsək, nə yaxşı olardı. Nədən biz bir dərman istehsal edən müəssisə qura bilmirik ki, orada onlarla növ dərmanlar istehsal edək. Biz dərmanın az qala 100%-ni idxal edirik. Bu ölkədən böyük həcmdə valyutanın çıxışı deməkdir. Biz ölkəyə valyuta gətirməliyik. Neftin hasilatı azalır. Hər il ortalama 5% neftin hasilatı azalır və bu da təbiidir.